Cənubi Amerika haqqında nə deyə bilərik Səid? Orada deyişən at dağlardır. Aha. 9 kilometr uzanır. Ant dağları Kordilyer Ant zəncirvari dağlardır, eləmi? Bir-birinin ardınca uzanır. Bəli. Ən böyük dağ sistemidir Amerikanın. Burada həmçinin odlu torpaq. 1960. Aha, nə? Aconcagua zirvəsi. Aconcagua, bəli. Aconcagua, bəli. Bir də burada deməli altiplanolar var. Onlar nədir Səid? Altiplano elə bir ki, bu dağa təyər ərazilərdə necə deyim də, quraq yayla kimi şeylər. Bəli, yaylalardır. Ant dağlarında Boliviya, Çili sərhədində yerləşən yüksək yaylalardır. Bunlar bitkilərlə örtülmüşdür. Altiplanolar adlanır. Orada şəkli də verilib. Sonra burada, bir də Şimali Amerikada onu demədiksə, Şimali Amerikada ən hündür, deməli, ən gür səsli şəlalə Cənubi Amerikada ən hündür şəlalə yerləşir. Hansıydı Cənubi Amerikada? Victoria nədir? Yox, Victoria Afrikadadır. Cənubi Amerikada olan hey şəlaləsidir. Aha, hündürlük? 1054. Aha, Şimali Amerikada dünyanın ən gürsüz səsli şəlalə. Niyə söyləyirsən deyirsən? Niagara'ydı da. Niagara. Bəli, dünyanın ən gürsüz səsli şəlaləsidir, bəli. Bir də deməli Ant dağlarında litosfer havaları sərhədində yerləşir və xırda kiçik litosfer havalar var. Nə idi onun adı Səid? Ne diyeyim? Nazca. Aha. Nazca deməli Cənub Amerika litosfer havası, bir də okean qabığı da, yəni onlarla aralıqda, sərhəddə yerləşir. Buna da səbəb, burada tez-tez zəlzələlər, vulkanlar baş verir, sakit okean olduğu həlqəsi, həmçinin subduksiya. Subduksiya nədir? Subduksiya bu necə deyim, litosfer havası ilə materik havasının toqquşması. Bəli, okean havasının materik havasının altına girməsi də belə deyək. Məsəl üçün sakit okean gəlir Cənubi Amerikaya deyirik, orada Nazca daxil, bu subduksiyadır. Burada da deməli, batma nəticəsində dərin sulu çökəklər, novlar yaranır. Materik havası tərəfdə isə adalar, eləmi? Ant dağları, litosfer havaları, yəni bunu göstərir. Sonra Ant dağlarının ən yüksək zirvəsi Aconcagua. dedik, bu yoxsa vulkanlar? Dedik. Vulkanlar. San Pedro, Chimborazo, Cotopaxi. Cotopaxi. Ant dağlarının zirvələri örtülübmü buzlarla? Hamısı yox. Aha, bəli, bəzi hissəsi. Məsəl üçün o vulkanlar olan yerlər örtülüb, eləmi? 6000-dən çox hündürlük. Bir də Ant dağların həmçinin nə qurşağı adlandırırlar Səid? Nəsə yəni qurşağı. Yəni hansı ehtiyata görə tanınır? Ant sözünün mənası da ondan götürülüb. Bu dəmir filzi. Mis qurşağı, bəli. Ant sözünün mənası yerli dildə mis deməkdir də. Torpağın rəngi qırmızı şəkildə olduğu üçün mis dağlar adlanır. Bəli, mis ehtiyatla zəngindir. Burada Çilidir, Peru iqtisadiyyatında mis belə deyək, xüsusi rol oynayır. Burada həmçinin hansı balıqlar var? Amazon balığı. Aha. La Plata, Orinoco, bəli. Sonra Amazon, Parana, Orinoco çayları da böyük rol oynuyor, eləmi? Yaylalar, hansı yaylalar? Guyana. Bəli, Guyana. Onlar nə mənşəli idi Səid? Dendasyondur yoxsa akkumulyativ? Aha, dendasyondur, bəli. Bəs hansı o balıqlar, məsəl üçün hansı balıqlarda akkumulyativ mənşəli? Bu nə? Amazon. Yox, Cənubi Amerikadan deyirəm də. Amazon o balığı akkumulyativdir, eləmi? Orinoco akkumulyativdir, La Plata akkumulyativdir. O balıqlar akkumulyativdir də, eləmi? Yaylalar, məsələn, Braziliyadır, Guyana bunlar. Deməli, denudasyon. Tepulər var orada. Tepulər nədir? Tavarı təpələrdir bunlar. Üstü düz qıraqlarda düz kimi bir şeydir. 5 kilometrdə qədər zirvəsi. 800-1800 metr yüksəkliyə malikdir bunlar. Venezuela'da, Guyana yaylasında var. O elə yadda saxla. Sonra bir də burada deməli var. Aha. Masavari dağlar da adlandırırlar da. Onlar elə bir masa formasında olduğu üçün deyil masavari dağlar. Aha.
Masavari dağlar Braziliya, həmçinin Gviana düzənliyində də o ərazidədir. Patagoniya, Patagoniyada nə var? Patagoniya elə bir şey necə deyim də. Braziliya yaylası. Braziliya yaylasında nə yerləşir? Platolar bunlar. Kəlləqənd var idi. O da var. Bəli, Rio de Janeiro'da turistlərin ən çox görməli yerlərindən biridir. Hündürlüyü nə qədərdir? Kəlləqəndin Hə. 300 metr idi. 300 metrdir onun hündürlüyü. Bəli. O kəlləqənd formasına oxşuyur deyə elə adlandırıblar da relyef olaraq. Bəli. Bir də orada Səid, Şimali Amerikanın Cənubi Amerika ərazisində kanal var deyə. Hansı kanal var? Gəmiçiliyin ən çox dövriyyəsi olduğu bir kanaldır. Panama kanalı, bəli, dünyada bəli ən çox dövriyə eləyən kanallardan biridir.